Hə, Rövşən. Necəsən Rəna? Səndən elə nigaranam ki, fikrim bütün gün qalıb elə sənin yanında. Bildiyin kimi. Rəna, mənə bax, sənə bir söz demək istəyirəm. Amma bilmirəm necə deyim. Nəyi? Yəni, nəyi demək istəyirsən? Bax, xahiş edirəm, sözümü qəlibçiliyə salma. Mən sənə uzaq adam deyiləm axı. Ən azından xalan oğluyam da, sənə kömək eləmək ixtiyarım var. Başa düşmədim, nə demək istəyirsən? Bilirəm, əməliyyatın üçün sənə bir xeyli pul lazımdır. Bilmək istəyirəm, pul tapa bildiniz? Kamran hər şeyi həll eləyəcək bu həftəyə qədər. Rəna, xahiş edirəm, bu pulu qoy mən sənə verim. Bilirəm, indi çox çətin bir vaxtdasın. Xahiş edirəm, məndən bunu qəbul elə. İstəmirəm Rövşən, çox sağ ol. Yəqin ki, Kamran bu həftəyə tapacaq. Sən Kamranın ümidinə qalsan çox gözləyəcəksən. Hazır mən sənə pul verirəm də. Yaxşı, lap istəyirsən borc kimi verim. Əgər belə götürmək istəmirsənsə. Amma sən mütləq əməliyyat olunmalısan. Günü-günə satmaq olmaz. Bu sənin ziyanınadır. Yox Rövşən, istəmirəm. Çox sağ ol. Sonra bu... Bir dəqiqə dayan. Tez sağollaşma. Aramızda uçurum var, tale bizi ayıran. Sen dökmeni kim duyar? Sevdim seni, sevdim seni. Hiç vakt ayrılmaya, bu sevgimizi koruya. Ne olur halımı bir bilsen, nece düzüm, nece sensiz. Ne olur gözyaşımı bir silsen, nece düzüm, nece sensiz. Ne olur halımı bir bilsen, nece düzüm, nece sensiz. Ne olur gözyaşımı bir silsen, nece düzüm, nece sensiz. Firaz, sabah işdə danışarıq. Yaxşı. Firaydı. Hə, Firayda, narahatdır mənə görə. Niyə qanın qaradı? Heç. Fikir çəkməkdən ürəyim ağrıyır. Bilmirəm bu işlərin axırı necə olacaq. Heç bilmirəm necə eləyək. Nəyi necə eləyək? Fikrin hardadır? Günü-günə satıraq. Həkimlər demişdi gecikdirmək olmaz. Bilirəm də Rəna, mən də əlimi qolumu sallayıb gəzmirəm axı. Axtarıram da, sən bilmirsən axı mən kimlərə ağız açıram. Kimlərin qapısını döyürəm. Amma hamı deyir yoxdur, yoxdur, yoxdur. Elə bilən kimi ki, mənim problemim var, hamı üz söndərir mənə. Deyirəm, bəlkə anama zəng eləyək. Necə yəni, sən deməmişdin ki, anan Rusiyada, depressiyada, xalavın yanındadır. Hə, demişdim. Elə ona görə də zəng eləmirəm də. İstəmirəm o bilsin. Həm də o vaxtı məndən küsmüşdü axı. Biz qaçmağımıza görə. Nədə peşman olmusan? Kamran, elə demək istəmədim. Bilirsən də bunu. Buna baxayım. Toy günümdür, yadındadır da. Az nə qəşəngsən burada. Az, qonşunun da uşağım verdi əlimə ki, dedi, oğlun olacaq. Dedi, qoy qucağına oğlan uşağı qoy. Göy ay bacı, sonra Elnur oldu, doğrudan ölürsə. Bax belə.
Sən də buna bax. Hə, rəhmətli anam deyil. Allah rəhmət eləsin. Ölənlər rəhmət. Ayısı olmaz. Deyirəm, cavanlığımız getdi bu uşaqlara. Qocaldıq getdik. Qocaldıq bacı, qocaldıq. Cavanlığımız nədir? Belə uşaqların yolunda canımız getdi. Demə. Amma indi yaxşıdır da. De, Allah Elnur'un canını sağ eləsin. Sağ ol. Sən onu böyüdüb boya başa çatdırdın, indi o da sənə baxır. Nə pisdir ki? Bala, sən bax Ay sonra uşağın yatmaq vaxtıdır. Evdə həmişə bu vaxtlar yatıraq. Dayan onda fidana deyib yerməz. Dayan, bu başım getdi. Özüm sağlamam. Bala istəmir. Mən də uşağıma bacarıram. Ayla get gör hara getdi. Gedib şuluqluq salar ya orada. Az heç nə olmaz. Qanmır uşaq. Nə bilim, o bir otağa Hə. get. Hə. Nədir bala? Ana, Can. getdi mənim otağıma. Ana. Allah! Nədir bala? Ay kız tez hele paltarlarını yığ da. Benim işim gücüm var axı. Bu işte başıma oynaşlayayım benim. Bəlkə səhər çıxasınız. İndi gecə vaxtı yola çıxmayın. İndi mənə ağıl verirsən də. Mən özüm billah halsan çıxmaq lazımdır. Yığ tez ol. Bəlkə də sabah indi ya da elə biraz tez gəldim. Gün ortayacan qayıtdım gəldim. Bir də diribaş ol, diribaş. Yatıbsan, elə bilirsən, özü vurursan xəstəliyə. Bütün gündə otaqda oturub qalma yine. Biz çıx bayrağa, gör kim neyini, kim hara gedir, kim neyini. Aysu görsən də mən burada yox idim. Az qalmışdır mən halladasınız. Çıxmışdık, gəzməyə getmişdi, hara getmişdi bilmirəm. Mənim halım çox pis idi. Mənim xəbərim olmuyor. Bəs mən də deyirəm xəbərin olsun da. Biraz ayıb ol da, diribaş ol da. Elə giribsən bu evdə yatırsan. Cavanlısın sən. Döymə. Uşaqdır da qalmış. Küçündən Yaxşı. Nə demək? səni doksa doksan. Qələdi. İşte. Vay, uşaq şalvarda yatıb ki. Az heç olmasa onun şalvarını çıxardaydın, uşaq rahat yataydı da. Dinmə, görsən gücünə yatıb idi. Oyatsam, tərpətsəm duracaq hamımıza. Haram eləyəcək. Yaxşı, onda gəlin çıxarıq bayrağa. Uşaq sakit yatsın, durar bir də. Ha bir dəqiqə deyəm. Ha bir dəqiqə deyəm. Qara. Bu uşaq mənim yatağımda yatacaq, ha? Nə olub ki, bala? O olub ki, bura mənim yerimdir, mənim. Da mənim yerimdir. Bura Almaz xanım. uşaqlıqdan Elnur'un otağıdır, hə. Elnur heç xoşlamır, onun yeri yurdunda kimsə yatsın. Hə, ayrı yerdə yata bilmir də. Şimdi nə olacaq ki? Elnur yatar divanda, qonaq otağında. İndi hər şeyi niyə böyüdürsünüz, problemə çevirirsiniz? Uşaqdır da, oyatacam səhərə qədər haram eləyəcək hamımıza. Mən harda yatım? Yaxşı bala. Hı? Bala, indi də yatıb da, ona gözünə qoyma. Bugünlük sən yat divanda, bir günlük. Hə, sabahdan onun yeri yurdunu eləyəcəm, narahat. İstəmirəm.
gedək. Orada yerinizi salıb yatın. Yox, mən o Fəridə dünədir, o dəli ilə bir otaqda qalmaram, yox. Yox. Yaxşı ki, Tofiq, deyirəm ki, sən gedib 1-2 il Rusiyyədə yaşamısan. Yaxşı ki, yaşamısan. Allah mənim üzümə baxıb ki, sən orada doğulub böyüməmsən. Yoxsa mənim başımı keçər eləyərdin. Canım mənim, bax sən pis olanda mənə pis təsir edir. Axı mən səni sevirəm. Ya lüblü tebiya, canım gözüm. Elə boş-boşuna elə səndə dil-dil ötmək var. Lüblü tibə. Ay belə ölürəm, ay belə eləyirəm. Mənə top lazımdır, Tofiq. Mən səndən ömrümdə bir dəfə, cəmi həyatımda bir dəfə bir üzük gördüm, bəyəndim, onu istədim. Onu da almadın ha mənə, onu da çox bildin mənə. Yaxşı, cəhənnəm o üzük keçdi, mən o üzüyün üstündə durmuram ki. Ay Tofiq, heç olmasa bir mənim əlimdən tut, apar bir ailəvizin içinə sal. Bir denən ki, ay Nərmişqa, bu mənim anamdır, bu mənim atamdır, bu mənim nə bilim qardaşımdır, sənin qaynındır, baldızındır, nə bilim qohum əqrabam denən də. Krasaviçam, bax birinci bacım gəldi, könüşü gördün. Hə, yaxşı ki, sən birinə könüşlə məni tanış elədin. Sonra sizin nəslimiz bir dənə könüşdən ibarətdir. Qulaq as da. O ki qaldı üzüyə. Mən indi biraz vəziyyət yaxşı deyil. Mən sənə söz vermişəm. Bu Vovkadır. Vovkanın dediyi kəlmə zakondur. Demişəm, eləyəcəyəm. Səni elə bir üzük alacağam ki, o üzükdən heç kəsin barmağında olmayacaq. Bunu biləsən. Biraz gələn yerlər var da, inşallah qoy gəlib çıxsın. Deyirəm də, bu qısqanclıq söhbətinə oxşamır. Qara qızın dərdi varmış. Bura bax, mənim könüldən, papadan, bir də Mahmuddan başqa heç kəsim yoxdur. Mahmud da ki, o deyil, dünyanın o başında, qardeşim. İndi qoy işləri yerinə qoysunlar. Özüm ölüm. Bax, Tofiq ölsün, yalan deyirəmsə. Papulya özü bizi qonaq çağıracaq. Gedəcək, necə lazımdır da bizə qonaqlıq verəcəklər. Görək də Tofiq, görək. Gözləyə görək nə olur. Ölmə eşşəyim, ölmə. Nə? Deyirəm, ay Tofiq, o yaz yonca məsələsi. Yaz gələr, yonca bilər. Nəysə, baxaq da görək nə olur. İnşallah hər şey yaxşı olacaq. Sən narahat olma. Anamın ürəyi məndən sınıb da o vaxtda. Danışmıyorum. Rəna, biz pis bir şey eləməmişik. Elə bizim ailəmizdir də bunda günahkar da. Bax, elə ailən çəkilib bir kənara, problemin içindəyik. Heç pul demirəm, mənəvi dəstək olmurlar bizə. Belə də olmaz axı. Bilirəm, biz ailə qurana qədər başımıza nələr gəldi. Anam bir yandan, Nərminə bir tərəfdən. Güya indi anamın qıraqda bucaqda pul yoxdur ki, ya da Nərminə istəsə torpağı sata bilməzdi ki. Görürlər ki, mən bu gündəyəm, xəstəlikdən əziyyət çəkirəm, amma veclərinə də deyil. İkisi də oturub mənim öləcəyim günü gözləyirlər. Niyə elə deyirsən, Rəna? Hamımız çalışırıq da, dediyim kimi də döymədiyimiz qapı qalmayıb. Daha dostun qapısını, düşmənin qapısını, hamının qapısını döymüşük. Çalışırıq da nəsə bir şey eləyə, alınmır da hələ ki, alınacaq amma, söz verirəm sənə. Alınmırsa mən ölməliyəm. Nə ölməyə salmırsan, bu nə söz deyil, sən deyirsən. Kim sənin ölməyi istəyir? Niyə belə giz-giz şeylər danışırsan ki? Alınmırsa, pul tapa bilmirsə, deməli başqa yolu yoxdur da. Onsuz da hamısı sənin anamın ucbatından oldu, bacımın ucbatından oldu. O qədər əsəbləşdirdilər ki, mənə axırda da bu xəstəliyə tutuldum. Da çəkdirmədikləri qalmadı. Anam elə düz deyirdi. Nəyə düz deyirdin, ha? Hə? Yoxsa peşman olmursan? Kəmran, mən səninlə ailə qurduğuma görə peşman deyiləm. Amma sənin ailənlə bir yerdə olduğum üçün anama görə mən peşmanam. Mənim anam neyin yeri sənə? Bax, biləndən sonra ki, sən xəstəsən, mən özümdə görürəm axı, bu adam da fikir çəkir. Dayı səni dəyib dolaşmır da, Rəna. Anam fikir eləyir. O sənin yanında özünü elə göstərir. Bir də sən evdə olmayanda ona baxsan, görərsən ki, heç elə deyil. Mənə nə atmacalar atır, nə sözlər deyir, heç birindən xəbərin yoxdur. Allahın qablarını belə yumur, hamısını xəstə canımla mən yuram. Bezdim, bezdim. Məndən bezdin, mən bezdirdim.
Mən heç vaxt qoymaram ki, mənim həyat yoldaşım, canım, gözəlim, can ciyərim bax belə boş-boş şeylərdən ötürü öz nastroyenisini pozsun. Sənin üçün mənasız ola bilər, amma belə şeylər mənim üçün mənasız deyil. Mənim üçün çox böyükdür mənası. Mənim dilim qısa evdəkilərin yanında. Hansısa yada ağzımı açıram, ağzımdan vururlar. Balaşqam, sən heç belə şeylərə görə narahat olma. Könül kanı gördün, yenə deyirəm. İnşallah papulyanında görəcəksən. Yoxdur da indi hardan gətirim kişini? Çıxıb gedib evdən. Lap belə istəsən gedib Moskvadan Mahmud da götürüb gətirərəm bura. Deyirəm, bax bu da mənim qardaşım. Görək də, görək. Görək axır necə olacaq. Krasaviçam, əvvəli yaxşı olub, axırı da yaxşı olacaq. İndi düşək aşağı bir çay içək. Ay qızım, nə olub ki Fərdiyə? Hə? Adam yeyən deyil. Nə bilim, dəli deyil. Yox, biraz xəstələnmişdi, indi Allaha şükür yaxşıdır. Nə olub? Neyniyəcək ki Fərdə səni? Ay Solmaz xala, gördüm də onun qabiliyyətini də. Əl boyda uşağı az qalırdı öldürən. İndi Allah bilir, mən orada yatsam, mənim başıma nə oynatar? Az da yaxşı. 5-dən birdən Fərdi hamını öldürüb elə sən qalmısan. Yaxşı. Yatmırsan yatma. Mən də orada olacam da. Hə, mənə bax. Sən onunla yat, mən də yanında yatacam. Yazıq balasını da qucaqlayıb yatıb, heç nədən xəbəri yoxdur. Yox Solmaz xala. Mən elə burada uşağımın yanında yatacam. Yaxşı. Tamam da biz gedək. Sən uşaqdan müğayət ol, birdən durub eləyər. Yıxılıb eləməsin, yaxşı? Narahat olma. Hə, Solmaz bacı, biz gedək. Hə, Fira. Hə, elə belə zəng elədin. Nəsə səndən narahatam, necəsən? Nə bilim, belə də. Nə olub? Səsin xoşuma gəlmir. Ağlamısan? Yox, istəmirəm bugün işə getmək. Dur gəl işə. Evdə oturma, gəl işdə danışaq. Yox, Fira, istəmirəm, həvəsim yoxdur. Yaxşı, onda hazırlaş, indi özüm gəlib səni götürərəm. Ay qız, dedim hazırlaş da, gəlirəm.
Nə oldu? Qalxdın? Hə? Çıx otaqdan. Qulaq as. Keçən dəfə elə bildim məsələ bitdi də, hə? Pərviz, çıx otaqdan. Yox. Mən sənə dedim axı. Sənin qara günlərin bundan sonra başlayır. Keçən dəfə bacının yanında danışa bilmədim. Amma bu dəfə səninlə ciddi danışacağam. Sən bu qədər qudurmusan, hə? Sən bu qədər qudurmusan ki, ya, gedib məndən gizlin bacıma şikayət edirsən, hə? Cavab verir. Bırax qolumu, mən səndən gizli heç nə eləməmişəm. Səhv başa düşün məni. Neyi sən başa düşüb, neyi başa düşüb, hə? Bu evdə hər şey hamı sən başa düşüb, bir dənə sən düz, hə? Bırax, çıx otaqdan, bırax qolumu. Bir dəqiqə qulaq as. Az. Sən bilirsən ki, mən bu evdə yaşayıram da, hə? Sən bilərəkdən bu hamısını eləyirsən, hə? Pərviz, Allah'ın olsun, mən heç nə deməmişəm. Az deyil, heç nə demədim səni, hə? Qulaq as, səni bu evdən elə itirərəm ki, səni heç kim tapa bilməz, ha? Az mənim sənə yazığım gəlir, gedib sənə dərman alıram, mən. Az mənim sənə ürəyim ağrıyır, adamlığın olsun da, bu da sənin mənə yaxşılığın, ha? Bırax, eşidirsən. Ha? Eşitmirsən sən məni? Burada neyləsin? Sən burada neyləsən? İndi mən bu dəftərləri görə müəllimə nə deyim? Ay bala, deyərsən ki, bir şeydi də oldu ay müəllim. Dəftər dərdində deyiləm, belim sınır, belim sınır. Soyuq oldu mənə, sümüklərim sızıldayır. Ay bacı, mən özgəsiyəm bəyəm, yatardım da mən yerdə. Onsuz da rayonda yerdə uzanıb yatırıq da hamımız. Yerdə yatmağın belə bilirsən nə xeyri var? Bacı, mən səni bilmirəm. Mən yerdə narahat polda yatmağa öyrəşməmişəm. Mən elə həmişə xanım xatın yaxşı, belə rahat yerdə yatmışam. Uf, belim sındı. Gəl düş qabağıma bala, gəl. Yer git dərsinə. Uf, belim sındı, belim sındı. Fira, hara hazırlaşsan belə səhər tezdən? İşim var. Sən işdə deyilsən ki, indi? Bu başqa işlərdəndir. Hə, Allah, yaxşı, nə işdir ki belə? Sizə gedirəm. Bizə? Nə xəbər deyə hər gün bizə gəlsən? Neyniyimi? Suyum şirindir də mənim. Hamı məni çox sevir. Cənnət xalı da məni çox istəyir. Qınamasalar hər gün məni qonaq çağırar sizə. Yenə anam çağırır da sənə? Bu dəfə başqa şeyə görə gedirəm. Rənaya görə. Telefonla danışdıq, nəsə səsi heç xoşuma gəlmədi. Gedim onu işə gətirim, bütün gün oturub evdə. Özü deyəsən biraz ağlamışdı. Yaxşı, bəs buradakı işlər necə olacaq sən? Ayaz, elə danışırsan ki, mən sizdə oturmağa getmirəm. Gedim Rənanı götürüb gəlirəm işə. Həm də ki, səhər-səhər nə iş olacaq ki burada? Yarım saatlıq mənə bir tər yola ver də, tez gedib gəlirəm, narahat olma. Ayaz, 5 dəqiqəli çıxa bilərsən? Niyə? Bu geyimdə getməyəcəm ki sizə, əynimi dəyişimdən mən bir dənə tez basar otaqdan. Hə, yaxşı. Buyur. Nuş olsun. Sabahınız xeyir olmaz xala. Təzə çay dəmləmişəm. Sizim sizə də. Buyur. Bərəkallah. Siz. Əla çaydır, əla çay. Lap yaxşı. Yaxşı. Bala,
Sən niyə dikə ayaqüstə qalmısan? Hə? Otur da bitki çəkirək iç. İstəmirəm, olmaz xala, lazım deyil. Buyur. Az qorxma, zəhər atmamışıq içinə. Səndən söz soruşan olmadı. Sən minnətin olsun, Eləman sənin üçün çay süzür. Pay Atuna, sən belə yalvaran olmuşdu ki, sən Allah mənə 5 stəkan çay süz. Elə ölürdüm səndən ötəri ki, sənin üçün nəsə deyiləyəm. Ləman, ağzının danışığını bil. Deyəsən biz sənin evində yox, sən bizim evimizdəsən. Az qurban olasansa olmaz xalayı. İndi bu saat sənə elə söz deyərəm ki, inan mənə, dəymişin dura-dura kalın tökülər. Ağa yaşayın. Boy, qanacağınız mərfətiniz olsun, az nə olub sizə? Solmaz xala, mən nə dedim ki? Səhər tezdən nə var ərinə bir stəkan çay süzmüşəm, başlayıbdı. Elə bir güclə ərinə çay vermişəm, belə yaxşı arvadsan, dur tezdən ərvə qulluq elə. Sənin nəyinə lazım? Bax, sənin nəyinə lazım? Biz saat neçədə yatırıq, neçədə dururuq, neçədə səhər yeməyi yeyirik. İndiyə ki, mənim ərimin yemək içməyi sən vermirsən, bundan sonra da sən verəsən. Qonaqsan, qonaq yerini bil də. Çıxıb başımıza ye. Burada. Heç. Sən çıx bayıra qapını ört. Necə yəni çıx bayra? Sual verdim sənə, nə edirsən burada? Burada olanların sənə dəxli yoxdur, deyirəm sənə çıx, qapını da bağla. Mənə dəxlisi var. Mən bu evdə yaşayıram. Sən kimsən ki, mən sənə hesabat veririm? Kiməm mən? Mədətin nəvəsi Aysu. Lənəsinə şeytan. Nə olub burada, hə? Səssiz aşağı gəlir, nə olub? Sən nə edirsən burada? Mən sənə deməmişdim ki, uzaq dur bu həyasızdan, hə? Yenə nə gəlsən sən burada bunun yanında? Ay bacı, mən gəlməmişəm, özü çağırıb. Sən görürsən bu həyasızın hərəkətlərini, hə? Mən çağırmamışam. Həyasız. Ver, biz sən özün gəlmədin otağa. Sən nə abırsız həyasız qızsan, hə? Mən sənə neçə dəfə deyim ki, uzaq dur mənim qardaşımla. Sən nə vermirsən bu Pərvizə, ala bilmirsən axı, hə? Bu Pərviz səni sevəndi, səni alandı, abala, əl çək də. Valla mən onu çağırmamışam otağa. Pərviz, nə olar deyən gözüm gəlmişəm. Deyən ki, mən çağırmamışam, nə olar de. İndi deyirsən mən yalan danışıram. Az özün demədin ki, ya bekar olanda gəl bura. Sən adamı tuturarsan 2 dəqiqənin içində. Elə ki söz tapmır, başlayır gözünün şorbasını axıtmağa. Onsuz da sənə yazığımız gələndə öyrə. Bir məni başa sal da, başa sal. Denən çiçək, mən səndən hansı dildə danışım ki, sən əl çəkəsən bizdən, hə? Mən heç nə eləməmişəm. İşdirsən? Nədir? İndi belə çıxır ki, mən yalan danışıram, hə? Bəs də böhtan yalan danışdın da. Ayıbdır az. Sən keç bu tərəfə, Pərviz, keç. Mən özüm danışacağam. Az, sən nənəmi, hə? Ay qız, mən sənə neçə dəfə deyim, mən səni hansı dildən başa salım ki, uzaq dur, mənim qardaşımdan uzaq dur, hə? Nə var az, nə istəyirsən Pərvizdən? Ya da az kişi gedən kimi salırsan o uşağı otağa, hə? Nə istəyirsən, hə? Nə istəyirsən? Keç o tərəfə, hə? Nə istəyirsən sən? Başın batsın elə səni. Allah, bir işim yoxdur. Hələ danışır hələ. Sakitləş. Danışır həyasız. Bas, sakitləş.